Amerikan ağcapənəyi bir çox bitkilərin zərərvericisidir. Yəni 250-dən artıq bitkiyə zərər vurur. Amma ən çox tut, fındıq və qoz bitkisinə ciddi zərərlər yetirir. Amerikan ağcapənəyinin Şəki-Zaqatala bölgəsində fındıq bağlarında geniş yayılmışdır. Bununla bağlı AQTA tərəfindən geniş monitorinqlər aparılır. Regional bölmənin təsərrüfatlar əməkdaşları tərəfindən monitorinqlər, həmçinin maarifləndirmə tədbirləri aparılır. Belə ki, əhali arasında həm maarifləndirici bukletlər paylanılır, həmçinin müxtəlif bölgələrdə əhali arasında onunla mübarizə ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Amerika ağcapəməyi ilə bağlı həm kimyəvi üsulla, həmçinin bioloji üsulla mübarizə tədbirləri mövcuddur. Lakin ilkin olaraq Amerika ağcapənəyinin sirayətlənmiş bitkilər, onların hansı ki yaşıl kütlələrində həmin kəpənəyin tırtılları tor qururlar, onların kəsilərək mexaniki üsulla məhv edilməsi daha effektivlidir. Çünki bildiyiniz kimi bu zərərverici müxtəlif həyətyanı sahələrdə, həmçinin park və yaşıllıqlarda geniş yayılır və bu da həmin ərazilərdə kimyəvi mübarizənin aparılmasını çətinləşdirir və daha təhlükəlidir. Və bunun üçün də ən effektiv üsullardan biri həmin sirayətlənmiş budaqların kəsilməsidir və dərhal kəsilərək məhv edilməsidir. Və burada bir incə məqam var ki, həmin budaqlar kəsilərkən, yəni həmin ağaclar budanarkən kənar əraziyə çıxarılmamalıdır. Əgər bu baş verərsə, onların çox sürətlə yayılmasına gətirib çıxarda bilər. Yəni həmin budaqlar kəsildiyi ərazidə də məhv edilməlidir.